mübarizələrdən keçib. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb bir tarixi dövrdə yaranıb. Başkanım, alkışlarınızla Azərbaycan arasındaki ilişkinin iki devlet anlayışıyla her alanda gelişmeye devam edildi. Kardeş Azerbaycan'da hayata geçirilecek bu önemli... A bold new beginning. This is Neo Ordo. It is the most audacious step into the future. Behold the Azerbaijan Tower. Derbe malik olan Aztürk Holding'in prezidenti Güləli Baxırov bu layihənin ərsəyə gəlməsi üçün hamıdan çox çalışır. Hörmətli qonaqlar, əziz tərəfdaşlar, dəyərli iş adamları, hökumət nümayəndələri, investorlar, xanımlar və cənablar. Sizdən hörmət və səbir qəlblə salamlayıram. Bu, Azərbaycanın dünyada artan nüfusunu, iqtisadi potensialını və modelin inkişafının, modelin beynəlxalq səviyyədə qəbul edilməsinin Azərbaycan bugün beynəlxalq investorlar üçün təhlükəsiz, stabil və istədiyi əməkdaşlıq platformasıdır. Bu güc təsadüfi deyil, bu gücün arkasında xalqın birliyi, dövlətin qətiyyəti və güclü liderlik dayanır. Azərbaycan bugün regionun aparıcı gücünə çevrilmişdir. Gələcəyin şəhərlərini, gələcəyin iqtisadiyyatını və gələcəyin həyat modelini formalaşdırır. With this step taken here today, every memorandum signed and every partnership created will become a foundation stone of the Milli Aviasiya Akademiyasının tədris işləri üzrə birinci prorektoru Ədalət Səmədovu ürəkdən alqışlayın. Əziz və hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, ilk öncə mən də bütün hamımızı bizim müstəqillik bayramı münasibətilə səmimi təbrik edirəm. Böyük bir layihədir, yüksək səviyyədə təqdim olunur. Əlbəttə ki, qürur verici bir addımdır ölkəmizin, vətənimizin inkişafı üçün. Qonaqlarımız arasında çox hörmətli millət vəkillərimiz də var. Mən məmnuniyyətlə və alqışlarınızla millət vəkili Rizvan Nəbiyevi kürsüyə dəvət edirəm. Alqışlarınızla. Hörmətli Güləli müəllim, hörmətli Milli Məclisin deputatları, hökumət nümayəndələri, iş adamları, xanımlar və cənablar. 28 may təkcə Azərbaycan və Türk xalqının tarixində deyil, Müsəlman şərqinin tarixində dönüş nöqtəsi yaratmış bir tarixdir. Bu mənada digitallaşmada, hansı ki Birləşmiş Ştatların 10 şirkəti onda önə gedir və yalnız bir Çin şirkəti orada yer alır. Heç Avropa şirkətləri belə orada necə deyərlər, yer almaqda çətinlik çəkir. Bu mənada Azərbaycan-Türkiyə işbirliyinin gələcəyə yönəlik addımı təqdirə layiqdir. İş üçün dəyərli bir qonağımıza, xarici vətəndaş olan bir qonağımıza çıxış üçün söz verəcəyik. Nigeriyalı qonağımızdır. Nigeriyanın Azərbaycandakı diasporasının rəhbəri Akinroko Agbabaika. Buyursun, zəhmət olmasa və qonağımızı alqışlayın, dəyərli qonaqlarımız. Fuat müəllim isə tərcümədə bizə yardımcı olacaq. Distinguished guests, honorable representative of government of Azerbaijan, respected business leaders, partners, members of the diplomatic community, ladies and gentlemen. Good evening, Okshomuske. On behalf of the Nigerian diaspora in Azerbaijan, I sincerely congratulate the people of Azerbaijan on the 28th of May. Partners or partnership between nations, businesses and communities are becoming more important than ever. And Azerbaijan is providing itself to be a reliable platform for dialogue,
investment and global cooperation. Növbəti çıxışçımızı dəvət etmək istəyirəm, dəyərli qonaqlarımız. Vimal Fire Control Ltd. India, Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dr. Ronald De Mello. Alqışlarınızla. Distinguished guests, Mr. Gülal Agilov, President of ASTU, MPs, government officials, guests, ladies and gentlemen, good evening. And the political vision of the genius of the greatest son of Azerbaijan, the national leader Haydar Aliyev's vision. Qonaqlarımız bir neçə dəqiqədən sonra tarixi anlara şahidlik edəcəksiniz. Baxın, necə yazılıb, tariximizdən güc alıb, gələcəyə birlikdə addımlayaq. Bəli, gələcəyə birlikdə addımlayaraq, Aztürk Holdingi ilə onun tərəfdaşları arasında memorandumlar imzalanacaq. Xeyirli uğurlu olsun deyib ilk olaraq alqışlayaq. Və mən böyük məmnuniyyətlə, fəxrlə bu möhtəşəm layihəni həyata keçirtməyə başlayan, baxın elə bugün ilk addımını atan, hüquq elmləri doktoru, dəyərli profesör Güləli müəllimi ilk olaraq dəvət etmək istəyirəm. Alqışlarınızla və Aztürk Holdingi ilə ilk memorandumu imzalamaq üçün alqışlarınızla Türk Dünyası İş Adamları Birliği'nin sədri Mehmet Fatih Danış'ı dəvət edirəm. Alqışlarınızla. Türk Dünyası İş Adamları Birliği, alkışlarınızla. Ve hal-hazırda Aztürk Holding ve Türk Dünyası İş Adamları Birliği, değerli profesörümüz Güləli Bağırov ve Türk Dünyası İş Adamları Birliği'nin sədri Mehmet Fatih Danış ilk memorandumu imzaladılar. Alkışlarınızla. Bu imzalar Azerbaycan'ın geleceği için imzalardır. Uğur olsun, tebrik edirik. Değerli konaklar, ilk memorandum imzalandı. Düşünürüm ki bu ilk addımdır. Aztürk Holding'in geleceği için. Gelin birlikte alkışlayalım. Hayırlı olsun. Alkışlarınızla. Ve Güləli müəllimi sizdən xahiş edəcəyim, icra edəcəyim sizin memorandumları imzalayasınız. Teşekkür edirəm sizə. Cənnət olmasın, cənnət olmasın. Davamımız var. Aha, buyurun, buyurun, cənnət olmasın. Saygıdeğer devlet büyüklerim, değerli misafirler, hanımlar, cenaplar, değerli iş adamları, Türk dünyasının kıymetli temsilcileri, öncelikle hepiniz hoş geldiniz. Bugün 28 May Azerbaycan Cumhuriyetimizin, Respublikamızın müstakillik gününü tebrik ediyorum. Cenab-ı Prezidentimiz İlham Aliyev zat halilerini, bu muvaffakiyetlerinin devamını diler, Kurban Bayramımızı da kutluyorum. Bugün burada ortak tarihimizin, kardeşliğimizin, ortak idealimizin ve Türk dünyasının yarınlarına
duyduğumuz sarsılmaz inancın somut bir tezahürü hep birlikte ilan etmek için bir aradayız. Çünkü inanıyoruz ki şehirler yalnızca betonla, çelikle ve yollarla inşa edilmez. Şehirler vizyonla, medeniyet tasavvuruyla, kardeşlikle ve geleceğe duyulan büyük inançla kurulur, inşa edilir. Bu akşam sizlere stratejik yatırımlarla şekillenecektir. Bugün Türk devletleri arasında hayata geçirilen her proje sadece ekonomik bir yatırım değil, aynı zamanda kardeşliğimizin, dayanışmamızın ve ortak medeniyet tasavvurumuzun güçlü bir nişanesidir. Özellikle altyapı, şehircilik, küresel ölçekte daha güçlü bir aktör haline gelmesine önemli katkılar sağlamaktadır. Memorandum, Astürk Holding ile Kalyon İnşaat CEO Samet Yılmaz'ı memnuniyetle davet edirik kürsüye. Anlara şahitlik edirik. Astürk Holding ile Kalyon İnşaat arasında iki şirket arasında bir memorandum imzalanır. Hayırlı uğurlu olsun. Her atılan adım, her imzalanan senet Azerbaycan'ın geleceğine hesaplanır. Tarihimizden güç alır, geleceğe birlikte adımlayırız. Gelin bu güzel anları yürekten alkışlayak ve Azerbaycan'ımızın geleceği için birlikte sevinek. Hayırlı olsun. Ülkesine, devletine, halkına sevgi tələb olunur. Və o sevgi də Astürk Holding'də və onun tərəfdaşlarında var və olacaq. Alqışlarınızla möhtəşəm memorandum imzalandı. Minenergo şirkətinin direktoru Pərviz Şəfiyevi məmnuniyyətlə və alqışlarınızla dəvət edirəm. Pərviz bəy, buyurun. Engineering Group Direktörü Elvin Mehmedova. Elvin müəllim, buyurun. Muhteşem layihəsi üçün, Neordo layihəsi üçün tərəfdaşlarıyla arasında memorandum imzalanır. Elvin Mehmedova, alkışlarınızla. Hayırlı uğurlu olsun. Skyline Ltd CEO rəhbəri Mehmet Etli, alkışlarınızla. Gözümlə görmüşəm. Uğurlu, xeyirli olsun. Skyline Ltd CEO Mehmet Etli və Astürk CAF Ölçilik
and Project Management Company'nin rəhbəri Macaristan Elçin İsmailov. Alqışlarınızla Elçin müəllimi dəvət edilir. Global Ltd. Dr. Wilson Balogan. Dr. Wilson Balogan'ı yürekten alkışlayan. Alkışlarınızla hayırlı olsun. Komponent MMC'nin icraçı direktörü Tural Abdurrahmanov. Tural Bey'i alkışlarınızla hayırlı olsun diyek. Azerbaycan adına atılan bütün adımlarda hayır, uğur her zaman sizin yanınızda olsun. Congratulations to His Excellency President Ilham Aliyev for his strong leadership and the Chairman, President Gulia Bahro and your team for bringing this bold, audacious, innovative, forward-looking project to life in the 21st century. Global is honored to partner with you from Baku as we work to connect this project to opportunities across Africa, United Kingdom, Europe, and the other parts of the world, and as we progress in partnership. Sevinçli an, her birimiz bu anı yaşayacağız, değerli konuklarımız. Neorda layihəsinin adına layıqlı möhtəşəm bir top hazırlanıb. Hər bir işdə hər zaman deyirik ki, ağzımız şirin olsun ki, ettiğimiz işte de bir şirinlik olsun. Elçin İsmailov, ADCO, Oyne Global, Ltd. Dr. Wilson Balogan ve Komponent MMC'nin icraçı direktörü Tural Abdurrahmanov ve Astür Şohri'nin rehberi, YouTube'nin değerli doktoru, Profesör Gülenli Bağırov. Alkışlarınızla. Alkışlarınızla yürekten alkışlayan ve değerli konuklarımız möhtəşəm gecemiz devam edir. UNESCO mükafatlı, dünya şöhrətli xalq artistimiz Aylin Qasımova ve sesi, avazı ile muhamımızı dünyada tanıdan emektar artistimiz Fergane Qasımovanı davet edilir.
səngəridir. Zəhmində çox cəng əridir. Ləngərim söz ləngəridir. Yüngül hava mənlik deyil, deyil. Öz göyüm var, öz mələyim. Öz xəttim var, öz lələyim. Öz bələyim, öz kəfənim. Haram yuva mənlik deyil. Davam nə can davasıdır, nə də yorğan davası.
Şirazla qutarım da Seygaha keç xahiş edirəm. Özüm məsələn Seygah mənim yaralı yerimdir. Seygah başdan ayağa məhəbbətdir, söygüdür, miskildir, həsrətdir, hər şey var Seygahda. Araların xətrinə Seygah. Eşitdin mi Tarzan qardaşım? Sen çay yok orada. O mahmur azar. İndi bu saat hədəsə gələsin. Gələcək. Mizraq toxunacaq, sim ağlayacaq. Bizə daşları keçən gecədir. Elə bu gecənin gönlü bizədir. Ağlısı hələ təzədir. Yarası qəlimdən qəlim Seygahıdır. Qapısı nallədir, bacası axdır. Dili məndə valla mən günahdır. Dövrən dəyilsə də o yenə şahdır. Durur huzuruna gelir Seygahı. Mizraq üstündən üstə yollardır boşa. Gedən ölməz yerdə boşa. Qaçıb istəyirsə şabaqla uzaqda dəxli yoxdur. Şəkilər zivanda şaha. Qaçıb ev oğuya haysalar uşa. Hey Allah, dədəsi tapır, yetim Seygahı, yetim Seygahı. Almışlayım Seygahı rəydə.
Sağ ol Elnara. Döşe gelsin. İndi bizim bir güzel musikimiz var. Var, Onu öyle. Önder. Biz inşallah ki onu Səhər ifa eləyəcəyik. səni yurduma gedirəm Şamaxıya tezdən. Salamat gəlin. Sağ ol, var ol. Sənə salamları getirəcəyim o Şamaxıya. İnşallah. Bugün elə bir gündür ki, Azad
eylesin. Bir daha bayramlarınız mübarek olsun. Sağ ol, çok sağ ol. Min hava çalınır körün tarımda dünyanın ne çok naziyam ben. Min hava çalınır körün tarımda dünyanın ne çok naziyam ben. Fesiller ötüşür duygularımda yerin hem kışıyam hem yazıyam ben. Diline çahargah yeşil katar, könül dünyamın serveti var. El eskerin sazı kurbanın tarı, Seyyid-i Cabbar'ın avazı
Sağ olun sevgili. Sağ olun, teşekkür ederim. Elimi axtaranda hara gedirsiniz? Siz nənəm beni dayanın yerinizdə. İlmi axtaranda naxışları var. Göyünə boylansan Allah yanlışları var. İlahi nəsirdir baxışları var. İçi də qəşəkdir bu yanlışların. Mələk paltarıdır bu don, bu geyim. Ay sizin balanızın toyunda mən malını yiyim. Ay gülölməlim, hansından qəşək dediyim. İçi də qəşəkdir bu yanlışların. Hicran qəlblərini bölməsin Allah. Sən eləmək Allah. Həsrət qəhqər çəkir, gülməsin Allah. Pəki bu yanlışlar yanmasın Allah. Vallahi billahi içi də qəşəkdir bu yanlışların. Saditis Paşa, əyləşin, xahiş edirəm. Eşq olsun. Hörmətli Güləli müəllim, mən bu tədbiri üzr istəyirəm. Axıra kimi başdan əvəzlədim. Sizin üzründəki o təbəssümlə bərabər qarşıda olan o yolun belə deyək də çətinlikləri, ağrıbacını mən aktyoram, üzünüzdən oxudum. Mən sizə bu işdə vətənimiz naminə, dövlətimiz naminə, bu qəlbinizdə tutduğunuz o layihələr ki var, bugün imzaladınız. İnşallah o işləri həyata keçirmək üçün ən birinci sizə can sağlığı arzulayıram. Sizin prezidenti olduğunuz o şirkətin bütün kollektivinə uğurlar arzulayıram. Bunlar sizin dayarınızdır. Bir daha sizi Qurban Bayramı münasibətilə, Müstəqillik Günü münasibətilə, İstiqlal Günü münasibətilə ürəkdən təbrik edib, sizə can sağlığı, xoşbəxtlik, saadət dolu kollektivizə uğurlar arzulayıram, saadət dolu günlər arzulayıram. Bax, bu gözəl qızımız, biz 30 ildir səhnədəyik. İstəyirəm onun bir tarda ifası ilə, solo ifası ilə o tədbirimizi yavaş-yavaş bir hın, mənim gəlinim Naxçıvanlı deyib, bir hın başda. Bir hın.
Çok sağ olun. Var olun. Teşekkür ederim kızım. Sağ olun. Hörmətli Günel müəllim, bu tədbir elə belə başa gəlməyib. Burada əməyi keçən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Elə belə deyil bu. Mən fikir verirdim, bax o tərcüməçilərdən tutulmuş, baxın təqdimat mərasimi. Bunlar hamısı elə belə yaranmadı. Hamısı zəhmət hesabına başa gəldi. Bu tədbirin rəsmi hissəsini çox ləyaqətlə, çox gözəl aparan, çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ilk qaranquşlarından rejissorluğu tanıdı o illərdə. Hörmətli Nurayna xanım, bu Şuşalı balası mənim bacım, ona dərin təşəkkürümü bildirirəm. Zəhməti keçən hər bir insana sizə dəstək olmama da dərin təşəkkürümü bildirirəm. Ağalar Bayramov da pis olan deyil, ona da dərin təşəkkürümü bildirirəm. Beləliklə bu gözəl tədbirimiz başa çatdı. Mübarək olsun, bayramların mübarək olsun, uğurlar arzulayırım. Sağ olun.
iştirak eden bütün değerli konaklarımıza, ziyalılarımıza Aztürk Holding'in rehberliği ve kabineti tarafından değerli teşekkürümüzü bildirdik. Bayramınız mübarek olsun. Ve çok büyük memnuniyetle Aztürk Holding'in Daha da bakın. Görmek istemem.